Salam. Gəlin bu dəfə filmlərdəki pis xarakterlərə niyə simpatiya bəslədiyimizi qısaca nəzər salaq. Yəni, Voldemortdan tutmuş Jokerə qədər bu unudulmaz mənfi obrazlar bizə niyə bu qədər cəzb edici gəlir? Heç fikirləşmisiniz? Gəlin bu fenomenin arxasındakı elmi səbəbləri bir yerdə araşdıraq. Deməli, birinci səbəb onların uydurma olmasıdır. Bu, bizim üçün təhlükəsiz bir mühit yaradır. Baxın, real həyatda biz özümüzü yaxşı insan kimi görmək istəyirik, düzdür? Ona görə də əxlaqsız insanlardan bir növ qaçırıq. Amma bir obraz uydurma olanda bu təhlükə sadəcə yox olur. Hətta 232 min iştirakçının qatıldığı böyük bir araşdırmada bunu təsdiqləyir. Yəni, pis xarakterin real olmaması bizə onları qınamadan rahatca anlamağa çalışmağa imkan verir. İkincisi isə biz onların, bilirsiniz o, ürəyinin dərinliyində əslində yaxşıdır ideyasına inanmağa çox meyilliyik. Michigan Universitetində aparılan bir araşdırma bunu super izah edir. Təsəvvür edin də, tədqiqatdakı uşaqlar düşünüblər ki, bəli, bu pis xarakterlər pis işlər görəcək, amma eyni zamanda əmin olublar ki, onlar öz sevimli ev heyvanlarına qarşı mütləq yaxşı davranacaqlar. Bu nə deməkdir? Bu deməkdir ki, biz həmişə onların hərəkətlərinə bir bəraət axtarırıq, altda yatan bir yaxşılıq tapmağa çalışırıq və bu da təbii ki, onlara qarşı bir yaxınlıq hissi yaradır. Bir sözlə, pis xarakterləri olan rəğbətimiz həm onların uydurma dünyasının təhlükəsizliyindən, həm də bizim onların içində bir zərrə yaxşılığı olduğuna dair sarsılmaz inancımızdan qaynaqlanır.